ay xanım Zəhraçilər. Bir neçə gün bundan qabaq Əmir Əl-Möminəliyə deyirlər Zəhraya deyirlər ki, ağlasın, ağlamağı da Zəhraya çox görəydilər. Deyirlər Zəhraya deyirlər ki, ağlasın, qız ağlasın. Elə ki, xanımı qoydu qəblə, döndü belə baxdı bir Mədiniyə. Allahu Ekber. Belə baxdı dedi, ey Əhl-i Mədinə, demişsiniz ne oldu Fatıma? Rahat yatın Mədinəliler. Öldü Fatıma. Biraz dayandık. Dayan. Kim var? Ülema məhzəri deyil. Xanım Zəhra Əmir Aliyə bir dənə söz ərziləmiş. Demiş ki, oğul, elə ki, məni dəfn elədim, tez durub getdim. Biraz dayan qəbrin kənarında. Zəhranın sözünə ağa dayandı. Bir ləhzə Mola bilməm haləti nə halətliydi. Gördü xanım belə yana səsləni Əli. Gözümün yaşına Fatıma qurban. Əmoğlu adamsız canıvabısına pəhluləri qurban. Əmoğlu dur gedəvə. Ələn Hüseynim durub dolanıb. Elə deyilər hayan da sana aynələr. Ay bala nazilə böyüdənlər. Ay Şam-ı Qəlibanı xanım Zəhra utanlar. Mola bu sözü eşidəndə eşləyərlər. Qəzvələrdə dizi əsməyən Əli, o mərhəb nabud edən Əli, divara Əli təkiyə verə gəldi. Yanan qapıdan evə varid olanda gördü Allahu Ekber. Bəlalər çəkən Zeynəblə Hüseynin bir ayrı mənzərəsi var. Gəlib əyləşib Zeynəbin başı üstə bacı. Hər gecə başın üstə su olardı. Nə su var, nə nənəm vardı yerində. Bacı dur əyağa görək hələ. Yüzü gülmeyen nenemiz hani. Bazı duraya gecürek hele. Yüzü gülmeyen nenemiz hani. Nene vay de zülfümiyan hele. Yüzü gülmeyen nenemiz hani. Gecenin ne vaktidir bilmeyen. Yuhudan birazdan uyanmışam. Başım üstə su olar hər gecə, bu gecə yox idi su yanmışam. Yazım.